Salam, hörmətli müəllimlər, abituriyentlər. Bugündən etibarən sizlərlə birlikdə Kaspi test bankının izahlarına baxacağıq. Düz xəttli bərabər sürəti və dəyişən sürətli hərəkət bölməsindən suallarımızın izahına başlayaq. Birinci sualımızda deyir ki, maddi nöqtə kvadratın A təpəsindən D təpəsinə hərəkət etmişdir. Onun getdiyi yol yer dəyişmənin modulundan neçə metr çoxdur? Biz bilirik ki, yol trayektoriyanın uzunluğudur. Yer dəyişmə isə cismin hərəkət zamanı başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Bizə deyir ki, məsələdə cisim A nöqtəsindən D nöqtəsinə doğru hərəkət etmişdir və bu şəkildə bir trayektoriya ilə, kvadrat şəkilli bir trayektoriya ilə. Onda bizim cismin getdiyi yol AB, BC və CD parçalarının uzunluğuna bərabərdir və biz də görürük ki, AB BC-yə, BC isə CD-yə bərabərdir. Çünki burada kvadratın tərəfləri kimi göstərilib. Onda hər birinə biz 5 metr desək, cismimizin getdiyi yol ümumilikdə 15 metr olur. Yer dəyişmə isə cismin başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Burada cismin başlanğıcı A, sonu isə D nöqtəsidir. Onda A ilə D-ni birləşdirsək, burada bizə verir yer dəyişmə. Yer dəyişməmiz də 5 metrə bərabər olur. Neçə metr çoxdur deyir, yəni nə qədər çoxdur deyir. Ona görə də 15-dən 5-i çıxacaq, yerdə qalacaq 10 metr. Deməli, 10 metr daha çox imiş. İkinci sualımıza baxaq. İkinci sualımızda isə deyir ki, cismin koordinat zaman qrafiki verilmişdir. Onun getdiyi yol yer dəyişmənin modulundan neçə dəfə böyükdür? Bu dəfə isə bizə qrafik şəklində veribdir məsələni. Burada x-in t-dən asılılığıdır. Yenə biz bu qrafikin uzunluğuna baxacağıq. Əvvəlcə cisim koordinatı 5 olan nöqtədən, görürsünüz burada 15 olan nöqtəyə gəlib. Deməli 10 metr ümumilikdə yol gedib. Daha sonra isə koordinatı 15 olan nöqtədən 10 olan nöqtəyə gəlib. Burada da 5 metr yol gedib. Ümumilikdə bu cisim 10 və 5, yəni 15 metr ümumi yol getmişdir. Bəs bunun yer dəyişməsini necə tapacağıq? Yer dəyişmə, bayaq da dediyimiz kimi, başlanğıc və son nöqtələri birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Başlanğıcım koordinatı 5 olan nöqtədir. Son isə koordinatı burada görürsünüz ki 10 olan nöqtədir. Onda mən bu iki nöqtəni birləşdirən bir vektor çəksəm, 10-dan 5-i çıxacam, yerdə qalacaq. Nə qədər? Yer dəyişməm də 5 metrdir. İndi deyir ki, neçə dəfə çoxdur? Deməli, mən bunları bir-birinə bölməliyəm. 15 böl 5-dən cavabımız eləyəcək 3 dəfə. Sonra üçüncü məsələyə baxıram. Üçüncü məsələdə isə bizə deyir ki, cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Onun yer dəyişməsinin proyeksiyasının zamandan asılılıq qrafikini tap. Buradan biz görürük ki, bizim hərəkətimiz V konstantdır. Yəni, sürətimiz sabitdir. Sürət sabit olan hərəkət isə düzxətli bərabər sürətli hərəkətdir. Düzxətli bərabər sürətli hərəkətin yer dəyişmə zaman qrafiki. Özdə ki, bu hərəkətimizi daha dəqiq şəkildə desək, bizim cisim x oxunun əksi istiqamətində düzxətli bərabər sürətlə hərəkət eləyib. Biz sx-in t-dən asılılıq qrafikini qursaq, yəni yer dəyişmənin zamanın asılılıq qrafikini qursaq, deməli, bizim qrafikimiz t oxundan aşağıda olmalıdır. Çünki sürətimiz mənfidir. Yəni, hərəkətimiz x oxunun əksinədir və koordinat başlanğıcından keçən bir düz xətt olacaq. Eynən C variantında olduğu kimi. Davam edirik növbəti məsələmizlə. Dördüncü məsələmizdə isə bizə deyir ki, koordinatın zamanın asılılıq qrafiki verilmişdir. Hansı fiziki cəmiyyət ədədi qiymətcə alfa bucağının tangensinə bərabərdir? Biz bilirik ki, ümumiyyətlə, bucağın tangensi dedikdə biz qarşı kateti, bucağın qarşısındakı kateti bitişik katetə, bucağın bitişik katetinə bölməliyik. Burada qrafikdən bir dənə belə bir şəkildə düz bucaqlı əmələ gətirsək, buranı biz x kimi qəbul etsək, bu katetimiz olacaq x çıxılsın x0, çünki x ilə x0-ın arasında yerləşir. Digər katetimiz isə olacaq, görürsünüz, zaman oxuna paraleldir, deməli burada t olacaqdır. Onda bizim bucağın tangens alfası, tangens alfa bərabər olur, x çıxılsın x0, yəni qarşı katetin bitişik katetə, yəni t-yə nisbətinə. X çıxılsın x0 böl t isə biz bilirik ki, düzxətli bərabər sürətli hərəkətdə bizə sürəti verəcəkdir. Yəni, sürətin, daha dəqiq desək, sürətin proyeksiyasını, yəni Vx-i verəcəkdir. Beşinci məsələyə baxırıq. Beşinci məsələmizdə isə deyir ki, x oxunun əksi istiqamətində düzxətli bərabər sürətli hərəkət edən cismin koordinat tənliyi hansıdır? Ümumiyyətlə, ümumi halda biz düzxətli bərabər sürətli hərəkətin tənliyini yazsaq, x bərabərdir x0 plus minus v xt olacaqdır. Onda mənə nə deyir? Deyir ki,
əks istiqamətdə hərəkət edən, deməli mən mənfi qəbul etməliyəm x-i, daha doğrusu v-ni və x0-ın işarəsinin bir burada önəmi yoxdur. Bizə məsələn hərəkətin əks yoxsa x ox istiqamətində baş verməyini göstərən bizə sürətin işarəsidir. Sürət mənfidirsə, yəni kiçikdirsə 0-dan, bu zaman hərəkət əks istiqamətdə olur. Sürət müsbətdirsə, bu zaman hərəkət x oxun istiqamətində olur. A variantına baxıram ki, 3 üstə gəlsin 2t. Burada 2 bizim sürətdir və müsbətdir. Ona görə A variantı olmaz. B variantına baxıram ki, x0 plus v0t-dən, yəni vt-dən x0-ın mənfidir. V isə müsbət 2-dir. Ona görə B də ola bilməz. C variantına baxıram. C-miz 4 çıxılsın 3t-dir. Bəli, burada V-miz mənfi 3-dür. Deməli, bu variant ola bilər. X bərabərdir 5 tənliyi. Burada ümumiyyətlə hərəkət yoxdur Y variantında. Yəni, koordinatı 5 olan nöqtədə cisim sadəcə dayanıbdır. Yəni, sükunət vəziyyətindədir. Ona görə Y variantı da ola bilməz. D variantında isə 5t çıxılsın 3-dür. Burada mənfi 3 bizim başlanğıc koordinatdır. V-miz isə müsbət 5-dir. Ona görə də D variantı da ola bilməz. Uyğun cavab olacaq C variantı. 6-cı məsələyə baxırıq. 6-da isə bizə deyir ki, cismin koordinat zaman qrafiki verilmişdir. Hansı zaman intervalında cismin sürətinin proyeksiyası müsbətdir? Sürətin proyeksiyasının müsbət olmağı o deməkdir ki, cisim x oxunun istiqamətində hərəkət edib. Biz x-in t-dən asılılıq qrafikini, əgər məsələn qrafika ilk baxışda baxıb çətinlik çəkirsinizsə ki, cisim x oxu istiqamətindədir, yoxsa x oxun əksi istiqamətindədir. Ancaq x-in t-dən asılılıq qrafiklərində, yəni bu qrafikdə, koordinat zaman qrafikində biz qrafiki rahatlıqla koordinat başlanğıcına sürüşdürə bilərik. Yəni, məsələn, verilmiş bu qrafik müəyyən bir x0 qiymətindən başlayıb və siz ilk baxışdan bunun hansı istiqamətdə hərəkət etdiyini müəyyənləşdirməkdə çətinlik çəkə bilərsiniz. Məsələn, baxarsınız ki, biz adətən deyirik ki, cisim əgər x oxu istiqamətində hərəkət edirsə, bu zaman qrafik t oxundan yuxarıda olmalıdır, üstdə olmalıdır və siz ilk baxışda bunu qrafika baxanda deyə bilərsiniz ki, hə, qrafik x oxundan, daha doğrusu t oxundan yuxarıdadır, deməli cisim x oxu istiqamətində hərəkət edir. Amma əslində bu belə deyil. Siz bu qrafiki eynən burada olan qrafiki gətirib bura sürüşdürsəz, görəcəksiniz ki, qrafik artıq t oxundan aşağıya düşübdür. Deməli, cisim x oxunun əksi istiqamətində hərəkət edib. Ona görə də çaşqınlıq yaranmasın deyə ən yaxşısı bütün qrafikləri, yenə deyirəm, x-in t-dən asılılıq qrafikində ancaq bu qayda keçərlidir. Siz qrafiki gətirib koordinat başlanğıcına sürüşdürərək ən dəqiq cavabı əldə edə bilərsiniz. Ona görə də mən buranı köçürdürəm bura. Baxıram ki, bu qrafik t oxundan aşağıdadır, deməli x oxunun əksi istiqamətindədir. Mənə isə lazımdır ki, proyeksiyası, sürətin proyeksiyası müsbət olsun. Yəni, cisim x oxunun istiqamətində hərəkət etsin. Onda digər tərəfdən bunu gətirib bura eynən sürüşdürsəm, baxıram ki, hə, doğrudan da bu da x oxunun əks istiqamətindədir. Daha sonra bu qrafik, yəni T1, T2 aralığı isə mənə nəyi verir? T1, T2 aralığında cisim sükunətdə qalıb, yəni koordinat dəyişməyibdir. Bu qrafiki, yəni T2-dən bu hissəyə qədər olan qrafiki bura sürüşdürsəm, baxıram ki, bu qrafik T oxundan üstdədir, yəni sürətin proyeksiyası müsbətdir. Cisim x oxu istiqamətində hərəkət eləyib. Eyni şəkildə qrafikin davamını da gətirib bura sürüşdürsəm, baxıram ki, bu istiqamətdə də x oxunun istiqamətində hərəkət var. Onda deyə bilərəm ki, sürət müsbətdir. Sürətimizin müsbət olduğu zaman aralıqları T2, T3 aralığı oldu. Digər tərəfdən mən T3, T4 aralığındakı bu qrafiki gətirib koordinat başlanğıcına bu hissəyə sürüşdürsəm, baxıram ki, bu da x oxunun əksi istiqamətində hərəkət var. Yəni, sürətin proyeksiyası mənfidir. Ona görə məndən müsbəti soruşduğuna görə hansı aralıq olacaq? Baxın, bu aralıqda olan, baxın, bu hissədə olan, bax, bura sürətin müsbət olduğu hissələrdir. Yəni, T2, T3 aralığı müsbət olacaqdır. Olacaq düzgün cavabımız C variantı. 7-yə baxırıq. 7-də deyir, gedilən yol zaman qrafikində, daha doğrusu diaqramında cismin sürətinin modulunun ən kiçik qiyməti hansı nöqtəyə uyğundur? Deməli, mənə sürətin soruşur. Sürəti soruşursa, V bərabərdir, S bölünsün T-dən mən müəyyənləşdirə bilərəm. S T-dən düz mütənasib asılıdır. S T-dən düz mütənasib asılı olduğu üçün mən hər bir nöqtədən düz xətlər keçirdəcəm bu şəkildə. Həmin düz xətlər əsasında mən müəyyənləşdirəcəm ki, bizim sürətimiz hansı nöqtədə daha böyük, hansı nöqtədə daha kiçikdir. Baxın, S-in T-yə nisbəti bizə hansı fiziki kəmiyyəti, daha doğrusu bucağın hansı dəyərini verər? Buradakı alfa bucağı kimi bunu qəbul etsəm,
buranı S, buranı T kimi qəbul etsəm, S bölünsün T bizə verəcək tangens alfanı. Tangens isə özü artan funksiyadır. Bu nə deməkdir? Yəni, alfa bucağının dəyəri artdıqca tangensin də dəyəri ona müvafiq olaraq artır. Yəni, tangens 30-un qiyməti tangens 60-ın qiymətindən daha kiçikdir. Bu da bizim dediyimizi təsdiqləyir ki, doğrudan da bucağın qiyməti artdıqda tangensin də qiyməti artır. Və biz bucaq əsasına, yəni tangens alfa metodundan istifadə edərək buradan görə bilərik ki, hansı bucaq daha böyükdürsə, qiymət də orada daha böyük olur. Bizdəki bu bucağa alfa, digər bu bucağa, buna alfa 1 desəm, buna alfa 2 desəm, buna isə alfa 3 bucağı desəm, buradan görünür ki, alfa 3 bucağı böyükdür alfa 2 bucağından, o da böyükdür alfa 1 bucağından. Bu o deməkdir ki, tangens alfa 3 böyükdür tangens alfa 2-dən, o da böyükdür tangens alfa 1-dən. Onda məndən nəyi soruşur? Ən kiçik qiyməti soruşur. Ən kiçik qiymət isə tangens alfa 1-ə uyğundur. Yəni, 2 nöqtəsinə uyğun gələn qrafikin qiyməti V-nin ən kiçik qiyməti olacaqdır. Sonra 8-ci suala baxırıq. Deyir, cisimlərin koordinat zaman qrafikləri verilmişdir. Hansı qrafiklər cismin X oxu istiqamətində hərəkət etməsinə uyğundur? X oxu istiqamətində hərəkət etməsinə uyğundur deyirsə, yenə biz bayaqlar dediyim qaydaya əsasən qrafikləri koordinat başlanğıcına sürüşdürməklə bunu rahatlıqla müəyyənləşdirə bilərik. Gəlin birinci qrafikdən başlayaq. Buradan görünür ki, elə birinci qrafik konstant bir qrafikdir. X-in X0 qiymətinin nə bərabər olan bir halıdır. Deməli, bu cisim sadəcə X0 koordinatında dayanıb və tərpənmir. Bu o deməkdir ki, cisim sükunət halındadır. Ona görə də biz 1 olan variantları çıxacağıq. Yəni, bir hal sükunət halıdır. A getdi, D getdi, B getdi. Yerdə qalır Y və C variantları. İkinci qrafiki, bu iki qrafikini gətirib sürüşdürürəm aşağıya. Eynən bu şəkildə çəkirəm. Baxıram ki, doğrudan da qrafik T oxundan yuxarıda alındı. Onda o deməkdir ki, cisim X oxu istiqamətində hərəkət edib sürətin proyeksiyası müsbətdir. Daha sonra eyni qayda ilə 3-cü qrafiki də köçürdürəm koordinat başlanğıcına. Bu 3-cü qrafiki də koordinat başlanğıcına köçürdəndə görürük ki, bu da X oxunun istiqamətindədir. Yəni T oxundan yuxarıdadır. O deməkdir ki, sürətin proyeksiyası müsbətdir. Bizə də nələr lazımdır? X oxu istiqamətində hərəkət etməsinə uyğunluq lazımdır. Eyni şəkildə 4-cü qrafiki gətirib koordinat başlanğıcına sürüşdürsək, biz buranı bir dəqiqə silsək, aşağıları, qrafiki daha da uzatsaq, baxın bu şəkildə, qrafiki mən uzadıram, bu şəkildə uzadıram. Bu 4 qrafikini gətirirəm, sürüşdürürəm bura. Buradan görünür ki, qrafik T oxundan aşağıda alındı. Bu da o deməkdir ki, cisim X oxunun əksi istiqamətində hərəkət edib. Ona görə də 4-cü qrafiki mən düzgün variant kimi götürə bilmərəm. Bizdə düzgün cavablarımız oldu 2 və 3 qrafikləri, yəni Y variantı. 9-cu məsələyə baxıram. 9-cu məsələdə isə bizə deyir ki, bərabər sürətlə hərəkət edən piyada 10 saniyə ərzində 15 metr yol gedir. 2 dəqiqə ərzində həmin piyada neçə metr yol gedər? Olduqca sadə bir məsələdir. Düzxətli bərabər sürətli hərəkətə aid olan bir məsələdir. Gəlin həll edək. Deməli, 10 saniyəyə 15 metr yol gedir. İlk öncə mən bunun sürətini təyin edə bilərəm ki, görüm avtomobil nə qədər sürətlə hərəkət edir. V bərabərdir. S bölünsün T ifadəsinə əsasən 15-i bölürəm 10-a. Edir 1,5 metr bölünsün saniyə. Deməli, cisimimiz 1,5 metr bölünsün saniyə sürətlə, yəni sabit sürətlə hərəkət edir. İndi 2 dəqiqə ərzində nə qədər yol gedər? 2 dəqiqəmiz bizim bilirik ki, 120 saniyəyə bərabərdir. Onda S bərabərdir yenə V vurulsun T-yə əsasən 1,5 vurulsun 120. Bu da bizə verəcək, deməli, onda 15 vurulsun 120. Bunlar ixtisar getsə 180 metr edir. 180 metr olur D variantı. Bu şəkildə rahatlıqla həll edə bilərik. 10-cu suala baxırıq. 10-cu sualda deyir ki, metro eskalatoru 1 metr bölünsün saniyə sürətlə yuxarı qalxır. Eskalator üzrə Fərid hansı istiqamətdə və nə qədər sürətlə hərəkət etməlidir ki, o yerə nəzərən tərpənməz qalsın? Ümumiyyətlə, cisim eskalatorun üzərində dayanıbsa, cismin sürəti eskalatorun öz sürətidir. Əgər bizə desək ki, eskalatora nəzərən sürəti məsələn bu qədərdir, tutaq ki 2 metr bölünsün saniyədir. Eskalatora nəzərən sürət dedikdə elə adamın öz sürəti nəzərdə tutulur. Yəni adam nəyin üzərindədirsə,
ona nəzərən sürət, yəni həmin mexanizmə nəzərən sürət elə adamın öz sürətidir. Bu isə bizə veribdir eskalatorun öz sürətindir. Metro eskalatoru 1 metr bölünsün saniyə sürətlə yuxarıya doğru qalxın. Gəlin bunu bir təsəvvür edək. Deməli bizim belə bir eskalatorumuz var. Tutaq. Bu eskalator 1 metr bölünsün saniyə sürətlə yuxarıya doğru hərəkət edir. Yəni mənə deyir ki, bunun üzərində olan fərid nə qədər sürətlə və hara doğru hərəkət etməlidir ki, yerə nəzərən tərpənməz olsun. Yerə nəzərən sürət və yer bərabərdir. Əgər eskalatorla adam eyni istiqamətdə hərəkət edirsə, V eskalator üzərinə gəlsin V adam olacaq. Yox, əgər yerə nəzərən sürət cisimlər əks istiqamətdə hərəkət edirlərsə, V eskalator çıxılsın V adam olacaq. İndi fikir verin. Yerə nəzərən tərpənməz qalmaq nə deməkdir? Yerə nəzərən tərpənməz qalmaq o deməkdir ki, V yer, yəni yerə nəzərən sürət 0 olsun. Bu da nə vaxt baş verər? Təbii ki, adam, yəni fərid, eskalatorla eyni sürətlə V eskalator bərabərdir V adam, modulca, yəni ədədi qiymətcə eyni sürətlə hərəkət etsin. Amma istiqamət olaraq onun əksinə hərəkət etsin ki, biz çünki demişik ki, eskalatorla adam əks istiqamətdə hərəkət edirsə, onda yerə nəzərən sürəti tapanda çıxmalıyıq. Deməli, biz nə edirik? Gətirirəm V yerin yerinə, yəni yerə nəzərən sürətin yerinə 0 bərabərdir. Eskalatorun öz sürəti nə qədərdir? 1. Çıxılsın V adam. Buradan V adamı tapıram ki, 1-ə bərabərdir. Ədədi qiymətini tapdım. Ədədi qiyməti 1 və eskalator yuxarıya doğru hərəkət etdiyi üçün adam aşağıya doğru 1 metr bölünsün saniyə sürətlə gərək hərəkət etsin ki, eskalatorla əks istiqamətdə hərəkət etsin ki, yerə nəzərən həmin adam, yəni fərid, tərpənməz olaraq qalmış qəbul olunsun. 11-ci suala baxıram. 11-ci sualda isə deyir ki, qayıq çay axınının əksinə üzür. Qayığın durğun suya nəzərən sürəti 12 metr bölünsün saniyə, çayın axın sürəti 3 metr bölünsün saniyə olarsa, qayığın sahilə nəzərən sürətini müəyyənləşdirin. Yenə eyni məntiqlə gedəcəyik. Bu çaydır, eskalator məsələləridir. Bunlar hər biri eyni məntiqlə həll olunan məsələlərdir. Yəni çay içərisində üzən üzgüçü də ola bilər, çayın içərisində olan qayıq da ola bilər, kater də ola bilər. Bunun bir önəmi yoxdur. Əsas məsələ burada çay və üzgüçünün və yaxud da qayığın eyni və ya əks istiqamətlərdə üzməsidir. Əgər ki, əks istiqamətlərdə əksə üzür deyirsə, deməli mən sahilə nəzərən sürət dedikdə, yəni yerə nəzərən sürət dedikdə, onda V yer bərabərdir, V çay minus V qayıq kimi qəbul edə bilərəm. İndi mənə deyir ki, qayığın durğun suya nəzərən sürəti. Durğun suya nəzərən sürət dedikdə, bu elə qayığın öz sürətidir. Yəni V qayıq 12-dir. Çayın axın sürəti V çay da bərabərdir 3-dür. Mən burada V çay minus V qayıq yazdım. Bir dəqiqə bunu daha dəqiqləşdirək. V qayıq minus V çay yazsaq daha dəqiq olar. Minus V çay. Aha, məndən sahilə nəzərən sürəti soruşur. Gətirib qoyuram yerinə. 12 çıxılsın 3 eləyəcək 9 metr bölünsün saniyə. Yəni sahilə nəzərən sürət 9 metr bölünsün saniyə olacaq. 12-ci sualda deyir ki, koordinat zaman qrafikinə əsasən cismin sürətinin proyeksiyasını müəyyənləşdirin. Qrafika baxırıq ki, bizim qrafik X oxunun əksi istiqamətində düzxətli bərabər sürətli hərəkət edən cismin hərəkət qrafikidir. Onda mən sürətin proyeksiyasını məndən soruşur. Vx bərabərdir. X minus x0 bölünsün t'yə əsasən müəyyənləşdirsəm. X-im, yəni son koordinatım burada 10-dur. Başlanğıc koordinatım isə 20-dir. 10 çıxılsın 20. Zaman isə baxın 2 saniyədir. Eləyəcək -10 bölünsün 2-dən -5. Yəni proyeksiya soruşduğu üçün -5-dir. Modul soruşsaydı müsbət 5 götürərdik. Daha sonra deyir ki, hərəkət tənlikləri 3t-2 və t üstə gəlinsin 8 şəklində verilmiş cisimlər neçə saniyə keçdikdən sonra görüşərlər. Görüş müddəti dedikdə biz necə təyin eləyəcəyik? Görüşmə dedikdə ümumiyyətlə 2 cismin görüşməsi, 2 avtomobilin görüşməsi dedikdə biz nəzərə almalıyıq ki, həmin cisimlər eyni bir koordinatda olmalıdırlar. Yəni, eyni bir məkanda olmalıdırlar, belə qəbul edə bilərik. Və ona görə də eyni koordinatda olmaq nə deməkdir? Bunların son koordinatları bərabərdir, yəni eynidir. Ona görə də mən verilmiş bu hərəkət tənliklərini, 2 dənə hərəkət tənliyidir, bu hərəkət tənliklərini bərabərləşdirməliyəm. Yəni, x1-i x2-yə bərabər qəbul etməliyəm. Onda 3t çıxılsın 2 bərabərdir, t üstə gəlinsin 8. Bu ifadədən t-ni keçirdirəm bu tərəfə, 2t bərabər olur 10-a. T bərabər olur 5 saniyə.
Deməli, cisimlər 5 saniyədən sonra görüşmüş olurlar. 14-cü suala baxırıq. 14-cü sualda isə bizə deyir ki, cismin koordinat zaman qrafiki verilmişdir. Onun sürətinin proyeksiyasının qrafiki necə olacaqdır? Ümumiyyətlə, baxırıq ki, bu cisim birinci necə hərəkət edibdir. Ona uyğun olaraq da sürətin qrafikini qurmalıyıq. Mən dedim ki, bayaqki məsələlərdə olduğu kimi, bu qrafiki eyni olduğu kimi sürüşdürürəm yuxarıya, yəni koordinat başlanğıcına və baxıram ki, cisim x ox istiqamətində düzxətli bərabər sürətlə hərəkət edib. X ox istiqamətdə düzxətli bərabər sürətlə hərəkət edən cismin isə qrafiki eynən B şəklində olduğu kimidir. Yəni, sürətin proyeksiyası müsbətdir. Ona görə də qrafik T oxundan yuxarıda və zaman oxuna paralel bir qrafik olacaq. 15-ci suala baxıram. Deyir ki, iki velosipedçinin hərəkət tənlikləri verilmişdir. Görüşənə qədər ikinci velosipedçi nə qədər yol getmiş olacaq? Görüşənə qədər deyirsə, mən birinci bunların görüş müddətini təyin etməliyəm ki, görün bu avtomobillər ümumiyyətlə nə qədər saniyədən sonra görüşüblər və həmin müddət ərzində də ikinci cismin nə qədər yol getdiyini buna əsasən müəyyənləşdirəcəm. Gəlin bu tənlikləri bərabərləşdirək. 10T bərabərdir 60 üstə gəlinsin 5T. 5T bərabərdir 60-a. T bərabərdir 12. 12 saniyə. Deməli, cisimlər 12 saniyədən sonra görüşəcəklər. Bir görüşənə qədər ikinci avtomobil nə qədər yol gedər? Məndən yol soruşduğu üçün yol bərabərdir V vurulsun T-dən. V-miz burada baxırsınız 5-dir, müsbət 5-dir. 5 vurulsun 12-dən eləyəcək 60 metr. Deməli, ikinci cisim bunlar görüşənə qədər 60 metr yol getmiş olacaqdır. 16-cı məsələyə baxıram. 16-cı məsələdə isə bizə nə deyir? Deyir ki, iki maddi nöqtənin hərəkət tənlikləri verilmişdir. X1 tənliyi və X2 tənliyi. Birinci maddi nöqtə ikinciyə nəzərən necə hərəkət edir? Gəlin bunu müəyyənləşdirək. Deməli, mən birincinin ikinciyə nəzərən əvvəlcə sürətini müəyyənləşdirməliyəm. Buradan müəyyənləşdirək ki, birincinin sürəti V1 bərabərdir 2, yəni müsbət 2. İkincinin sürəti isə deməli müsbət 3-dür. Buradan 3T-dən yanındakı fayda 3-dür. Deməli, bu deyir ki, birinci maddi nöqtə ikinciyə nəzərən necə hərəkət edir? Birincinin ikinciyə nəzərən sürəti dedikdə V1 minus V2-dir. Gəlin, ümumiyyətlə bunu biz koordinat belə yazaq da, daha doğrusu vektorial qaydada yazaq. Onda daha aydın olur. Vektorial qaydada həll etmək həmişə daha dəqiq cavab əldə etməyimizə kömək edir. Yəni, bu hərəkəti biz təsvir edək. Deməli, birinci hərəkət, daha doğrusu birinci cisimimiz X ox, bunu X oxu kimi qəbul etsək, birinci cisimimiz X oxu istiqamətində V1 X bərabər 2 ilə hərəkət edir. Digər cisimimiz də eyni şəkildə X oxunun istiqamətində 3 ilə hərəkət edir. İndi mənə deyir, V1-in 2-yə nəzərən sürətini müəyyənləşdir. V1x minus V2x. İndi fikir verin. V1 müsbətdir, düzdürmü? 2 çıxılsın. V2 də müsbətdir, çıxılsın 3. Eləyir mənfi 1. Gördünüzmü? Burada biz əgər belə deyək də, bu vektor qaydasında yazmasaydıq, bizə hərəkətin istiqamətini müəyyənləşdirmək bir qədər çətinlik törədəcəkdir. Amma vektorial qaydada yazdıqda artıq bizim əlimizdə həm hərəkətin istiqaməti, həm də ədədi qiyməti var. Buradan görürük ki, birincinin ikinciyə nəzərən sürətinin proyeksiyası mənfi 1-dir. Mənfi 1 də o deməkdir ki, cisim ədədi qiymətdə 1 metr bölünsün saniyə sürətlə nəzərən sürətlə hərəkət edir və X oxunun əksi istiqamətində hərəkət edir. Bu mənfi X oxunun əksi istiqamətində hərəkətin olduğunu göstərir. Deməli, düzgün cavabımız olacaq B variantı. X oxunun əksi istiqamətində 1 metr bölünsün saniyə. Biz amma ədədi qiymət olaraq, yəni sadəcə moduluna baxsaydıq, biz hərəkətin istiqamətini müəyyənləşdirməkdə əlavə bir məsələ çıxacaq idi ortalığa. O da bizə nisbətən daha çətinlik törədəcəkdir. Daha sonra baxıram 17-ci məsələyə. 17-ci məsələdə isə bizə deyir ki, düzxətli hərəkət edən cisim ilk 2 saniyədə 10 metr bölünsün saniyə, sonraki 3 saniyədə isə mənfi 15 metr bölünsün saniyə sürətlə hərəkət etmişdir. Bütün hərəkət müddətində cismin yer dəyişməyə görə orta sürətini müəyyənləşdirin. Baxın, yer dəyişməyə görə orta sürət deyirsə, onda mən birinci cisimlərin yer dəyişməsini müəyyənləşdirməliyəm. Deməli, birinci halda 12 saniyədə.
10 vurulsun 2 eləyir 20 metr. İkincidə isə cisim deməli mənfi 15 deyirsə, proyeksiya mənfi 15-dirsə, deməli əvvəlcə x-ox istiqamətində hərəkət eləyib 10 metr, müsbət 10 metrlə. Sonra isə mənfi 15-lə deməli x-oxun əksinə gedibdir. O mənfi 10-u göstərir. Onda mən yer dəyişmə olduğu üçün olduğu kimi, yəni işarəni olduğu kimi saxlamalıyam. Mənfi 15 vurulsun 3 eləyəcək mənfi 45 metr. 45 metr. Ümumi bunun yer dəyişməsi onda nə qədər olacaq? Sx-imiz olacaq 20 üstə gəlinsin. Mənfi 45, yəni mənfi 25 metr. Bizim hərəkətimiz mənfi 25 metr. Daha doğrusu yer dəyişməmiz mənfi 25-dir. Mənə də demir yer dəyişməyə görə orta sürət. Ümumilikdə cisim neçə saniyə hərəkətdə olub? 2 saniyə burada, 3 saniyə burada. Ümumi t-miz 5 saniyədir. V-ni tapsam, V orta bərabərdir. Sx böl t. O da bərabərdir. Mənfi 25 bölünsün 5 eləyəcək mənfi 5. Deməli, bizim cisim mənfi 5 metr böl saniyə orta sürətlə hərəkət etmişdir. Çünki biz burada yer dəyişmə olduğu üçün mütləq şəkildə, bizə də həm də proyeksiyalarla verdiyi üçün yer dəyişmədə mənfini mütləq şəkildə nəzərə almalıyıq. Yəni, işarələrini nəzərə almalıyıq. 18-ci suala baxaq. 18-ci sualda bizə nə deyir? Yenə eyni məntiqlə yanaşacağıq məsələyə. Deyir ki, düzxətli hərəkət edən cisim 2 saniyədə 10 metr böl saniyə sürətlə, sonraki 3 saniyədə isə mənfi 15 metr böl saniyə sürətlə hərəkət etmişdir. Bu dəfə isə məsələmizdə bizə yola görə orta sürəti tapın deyir. Gəlin yolları tapaq. Birincidə L1 bərabərdir. 10 vur 2-dən eləyəcək 20 metr. Bəs burada artıq biz L2-ni tapanda nə edəcəyik? Təbii ki, biz bilirik ki, yer dəyişmədən fərqli olaraq yol heç vaxt mənfi ola bilməz. Ona görə də biz yola görə orta sürət tapın deyirsə, modulu ilə işləyəcəyik. Bizə mənfini verməsinə baxmayaraq biz modulla işləyəcəyik. Yəni, 15 vurulsun 3. Elədi nə qədər? 45 metr. Ümumi yolumuz isə 20 ilə 45-in cəmi eləyəcək 65 metr. Onda V orta bərabər olacaq. L böl T. Yenə T-miz burada 2 ilə 3, 5 eləyəcək. 65 bölünsün 5-dən. Eləyəcək 13 metr bölünsün saniyə. Bu incəliklərə mütləq şəkildə fikir vermək lazımdır. 19-cu məsələyə baxırıq. 19-cu məsələmizdə isə bizə deyir ki, cisim ümumi zamanın birinci 3/1 hissəsində 10, ikinci 3/1 hissəsində 20, üçüncü 3/1 hissəsində isə mənfi 15 metr bölünsün saniyə sürətlə hərəkət etmişdir. Yer dəyişməyə görə orta sürəti tap. Mən bilirəm ki, zamanın 3 bərabər hissəsində mənim orta sürətimin düsturu var. Yəni, V1 plus V2 plus V3 bölünsün 3. Ədədi orta şəklində tapıram. Amma yer dəyişmə dediyi üçün mən mənfini hökmən nəzərə almalıyam. Yazıram 10 üstə gəlinsin 20, üstə gəlinsin mənfi 15. Bölünsün, mənfi 15 bölünsün 3. Bura eləyəcək 30, burada mənfi 15 olduğu üçün eləyəcək 15. 30-dan 15 çıxıram. Bölünsün 3 bərabərdir 5. Deməli, 5 metr bölünsün saniyə orta sürətlə hərəkət edəcəkdir. Davam edirəm 20-ci məsələ ilə. 20-ci məsələmizdə isə bizə nə deyir? Deyir ki, cisim ümumi yenə zamanın birinci 3/1-də 10, ikinci 3/1-də 20, üçüncü 3/1-də isə mənfi 15 metr böl saniyə sürətlə hərəkət etmişdir. Yola görə orta sürəti müəyyənləşdirin. Yola görə orta sürət olduğu üçün biz artıq işarənin nəzərə almayacağıq. Yəni, moduldan istifadə edəcəyik. V orta bərabərdir. Yenə eyni düstur. V1 plus V2 plus V3 bölünsün 3 bərabərdir. 10 üstə gəl 20, üstə gəl 15. 15-in artıq modulunu yazacağıq. Bölünsün 3. Bura bizə verəcək 30, üstə gəl 15, 45, 45 böl 3-dən eləyəcək 15 metr bölünsün saniyə. Mütləq və mütləq bu cür məsələlərdə yol və yer dəyişməyə görə ayrı-ayrılıqda bizlərdən orta sürət soruşduğu üçün hökmən bura diqqət etmək lazımdır ki, yer dəyişmə soruşursa mütləq şəkildə işarəni nəzərə almaq lazımdır. Davam edirik 21-ci sualımızda. 21-ci sualımızda isə deyir ki, yenə yola görə orta sürəti nəzərə alın. Bu dəfə isə bizə qrafik veribdir. Yoldaşlar, qrafik verirsə biz bilməliyik nəyi? V-nin T-dən asılılıq qrafikində qrafikin əmələ gətirdiyi fiqurun sahəsi ədədi qiymətcə bizə yolu və yaxud da yer dəyişməni verir.
İndi gəlin belə edək. Bu məsələmizdə necə edək? Biz 2 dənə bizim qrafikimiz var. Baxın, 2 hissəlidir qrafik. Deməli, mən buranın, bir də buranın sahəsini tapmalıyam. Birinci hissədə sahəmiz, baxın, buranın sahəsi 10 vur 5'dir də. S1 bərabərdir 50 metr. Buranın isə sahəsi S2 bərabərdir. Bura nə qədər eləyir? 5 ilə 10'un arasıdır 5. Burada 20. 20 vurulsun 5, elədir 100. Deməli, yol demir. Yolumuz da nədir? Bu ikisinin cəmi. 50 üstə gəlinsin 100, elədir 150 metr. Aha. 150 metr yolumdur. Ümumi zamanım isə 10 saniyə verir. V orta bərabərdir. S böl T'dən 150 bölünsün 10, elədir 15 metr bölünsün saniyə. Deməli, yola görə sürətimiz 15 metr bölünsün saniyə olacaqdır. Davam edirəm. 22-ci sual buradadır. Bir dəqiqə. 22.